Qiyməti bahalaşdıranlar az idi, Azərsel də onların sırasına qoşuldu. O Azərsel ki, bölgələrdə insanların əksəriyyəti məhz, xüsusən də az təminatlı əhali Azərselin abunəçiləridirlər və onlar üçün ödəmə şərtləri daha da çətinləşdirildi. Bu ilin iyulun 1-dən etibarən qiymətlər qalxır, dəyərli izləyicilər, yeni şərtlər tətbiq olunur. Şərtlər ondan ibarətdir ki, ay ərzində nömrənizin açıq qalması üçün ən az, dəyərli izləyicilər, 50 manat vəsait yükləməlisiniz. Ən az. Halbuki vəziyyət necə idi? İnsanlar 1-2 manat yüklüydülər, xətt açıq qalırdı. Onsuz da insanlar WhatsApp-dan və digər sosial şəbəkələrdən istifadə edərək əlaqə saxlayırdılar və ödənilən vəsait çox zaman xəttin açıq qalması üçün idi və buna dözə bilməyən Azərsel nəhayət ki, addım atıb 1-2 manat arası 1 gün, 2-3 manat arası yükləyənlər 2 gün, 3-5 manat aralığında 3 gün, 5 manatdan başlayaraq 10 manata qədər yükləmişsinizsə 5 gün, 10 manatdan 25 manata qədər 10 gün, 25-50 manat aralığında yükləmişsinizsə 25 gün, 50 manatdan 100 manata qədər vəsait yükləyənlərin 50 gün xətti açıq qalacaq. 100 manatın üzərində kimsə yükləyibsə vəsait, bu da 50 gün xəttinizin açıq qalmasını təmin edəcək. Əgər nömrədə tarif varsa, həmin tarifin istifadə müddəti bitənə qədər nömrə aktiv qalacaq. Misal olaraq, əgər nömrənizdə Azərselim tarifin varsa və balansınızda 2 manat ödəniş edərək tarifi yeniləyirsinizsə, bu zaman tarifin istifadə müddəti bitənədək 30 gün müddətində nömrəniz açıq olacaq. Eyni zamanda iyulun 1-dən etibarən fakturası SIM xətt sisteminə aid olan abunəçilər üçün Azərselim, bölgə, Gəncsim, Sadə 6, Gəncol həftəlik, Gəncol 6, Gəncol 9 tarif paketlərinə qoşulmalar da dayandırılır. Ya fakturalı xəttə keçməlisiniz, ya da ki, bu paketlərə də qoşula bilmirsiniz və beləliklə sizin xəttiniz də hər ödənişə görə müəyyən o bayaq sadaladığım günlər qədər aktiv olacaq. 1 iyuldan internetin də qiyməti bahalaşdırılır, dəyərli izləyicilər. İnternetin bahalaşmasının həcmi daha yüksəkdir. Nə qərar verəcək Azərsel abunəçiləri? Buyurun, şərhlərdə yazın. Yeni qiymət artımlarını necə qarşıladınız və dəyişəcəksinizmi? Hansı başqa mobil operatorun xidmətlərindən yararlanmağa qərar verəcəksiniz?